Bir gün qiyamət günü o yazılan şey kitab açılacaq və sən cavab verəcəksən ona. Və sən də söyürsən cəmaatı. Tərbiyəsiz, vicdansız və s. nə bilim, şərəfsiz, 77 sifət, 1100 sifət, nə bilim, belə şeylər düzdür. Bunlar yaraşmır elm əhlinə. İndi Yaşar söyür, çıxır belə şeylər deyir, aydındır. Subhanallah, yeganə yer üzündə bəlkə də müsəlmandır ki, adam onun hidayət olmasını istəmir. Təsəvvür edirsən? Yəni, qoy elə də qalsın, yəni. Qoy, bax, belə deyə ölsün. Bəlkə də yeganə müsəlmandır ki, adam ona hidayət olmasını istəmir. Çünki belə adamdır. O söz var, Emil, əl dəymək olmaz. Hə, əl dəymək olmaz ona, qardaş. Qoy danışsın, qoy söylsün, eybi yox. Məlumdur, hamı bilir. Güya mən özümü dartıram. Məsələn, qılasmışdım da. Təkəbbür aparıram özümü. Dəvətdə özümü nömrə 1 hesab edirəm. Məndən yoxdur. Mən bir nömrəyəm. Mən tonlarla kitab oxumuşam. Mən sizi bağlayaram. Bu kimi şeylər demir mənim haqqımda. Nə bilim, deyəsən, bu çamadanın ağzı açılıb ona. Nəsə də kimsə pul verir, dünya söhbətidir mənə. Deyəsən, yenə mənə şey eləyirlər, başlayıb danışmağa. Bu kimi şeylər yoxdur. Nə bilim, filan qədər kitab oxumuşam, filan yerdə demişəm ki, hamımız məndən aşağısız. İndi orada deyir də sözlərini yadından çıxıb. Bu sözlər var mənim haqqımda dediyi. Mən buna belə cavab verirəm. Əgər o dediyi sözlər mənim haqqımda düzdürsə, mən elə sözlər demişəmsə, nə vaxtsa, kiməsə, birinci Allahın, ikinci mələklərin, üçüncü yer üzündə olan bütün insanların ona lənət olsun. Əgər mən belə söz demişəmsə. Yox, əgər o yalan deyirsə, iftira, yalan deyirsə, qoy Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun. Mən əmin deyirəm, Allahümmə. Desin əmin, lazım deyil çıxıb YouTube'da ekran demək. Özü-özündə desin əmin, sonra baxarıq inşallah. Hətta vallahi mən deyirəm, hamımızın övladı var, deyil mi? Balası var, hamımızın, Yaşarın da, mənim də, hamımızın. Allah subhanahu wa ta'ala hamısını salihlərdə eləsin. Əgər mən o sözləri demişəmsə, hardasa, kiməsə, Allah Teala o insanın övladlarını öldürsün, sevimli balasını öldürsün. Yox, əgər deməmişəmsə, iddia edən, yalan deyirsə, qoy onun övladlarını öldürsün. Yəni, mən bundan artıq nə deyə bilərəm, Emil? Başa sala bilirəm, əxi. Bundan artıq insan nə deyə bilər?